Afisanta necə pul verməyəsən ömrüm? Şadlıq evinə gedirsən, çıxış edirsən, ofisianta pul verirsən. Necə verməyəm, afisant işləmişəm. Mən də gözüm qalıb. Sən müğənni gəldi, görəsən mənə pul verər. Axı mən o pulla nələrsə eləmişəm. İndi o çəkdiklərin sənə dərs olur deyə. Yadımdan çıxdı hər şey. Allah mənə elə gün göstərdi, hər şey yadımdan çıxardı. O qədər şey çəkmişəm. O qədər də əzilmişəm ki. Hər kim tərəfdən, hər kimdən. Adicə belə şeyə çıxa bilmirdim, efirə çıxa bilmirdim. Dedilər, türk mahnısı oxuyur, misal üçün. Pulum yox idi ki, o qədər mahnı yazdırım da. Allah Nailə xanımın rəhmət. Qonşuda toydur. Ona görə musiqini sizinlə də bölürəm. Hər birinizin evində, hər birinizin həyətində toy olsun. Nəvələrinizdən, nəticələrinizdən, evladlarınızdan görəsiniz. Niyə? İnsan bütün çətinliklərdən keçməlidir. Bizə nəyisə hazır gətirib belə ovucumuza qoysalar, nə həyata dəyər verərik, nə zamana dəyər verərik, nə günə dəyər verərik, nə özümüzə dəyər verərik, nə də dostumuza. Ona görə biz hamısından o zigzag həyat olur da, enişli yoxuşlu. Onların hər birisindən keçmişi şükürlər olsun. Hər şey yaxşıdır. Möhkəm ol, kövrəlmə.